İlk istifadədən sonra hər şey normal görünürdü. Onlar düşünürdülər ki, bunu istədikləri vaxt dayandıra biləcəklər. Lakin zaman keçdikcə istifadəyə dair nəzarət itirilir və istifadə müddəti artırılır. Bu artıq bir seçim yox, ehtiyaca çevrilir. Təsəvvür edin ki, qarşınızda bir düymə var və özünüzü xoşbəxt hiss etmək üçün bu düyməyə basa bilərsiniz. Ancaq bir müddət keçəndən sonra təkcə özünüzü xoşbəxt hiss etmək üçün, normal fəaliyyətə qayıtmaq üçün bu düyməyə toxunmağa ehtiyac duyursunuz. Bu əslində bir bənzətməyə bir nümunədir. Asılılığın işləmə mexanizmi də tam olaraq belədir. Asılılıq beynin normal fəaliyyətinə təsir göstərən xroniki bir xəstəlikdir və insanın onun zərərli nəticələrin olduğunu bildiyi təqdirdə bu davranışdan imtina edə bilməməsi ilə xarakterizə olunur. Beynimizdə mükafat sistemi adlanan xüsusi bir sistem var ki, bu zaman biz həyatımız üçün vacib olan bir sıra yemək yemək, su içmək, sosial münasibətlər qurmaq kimi fəaliyyətləri mükafatlandırır və bu halda beynimizdə dopamin adlı neyromediator ifraz olunur. Bu mükafat sistemini aktivləşdirərək insanda motivasiya və müsbət emosiyaların yaranmasına səbəb olur. Ancaq asılı olan şəxslərdə bu sistem çox süni şəkildə və çox güclü formada aktivləşə bilir. Asılılıq ümumilikdə iki əsas qrupa bölünür: maddə asılılığı və davranış asılılığı. Maddə asılılığı psixoaktiv maddələrin təsiri nəticəsində formalaşan bir növdür. Davranış asılılığı isə hər hansısa bir təkrarlanan hərəkətin normal insan fəaliyyətinə təsiri nəticəsində. Məsəl üçün, bura biz misal gətirə bilərik: telefon, sosial media, münasibət asılılığı və yaxud da qumar oyunları, bunların hər biri davranış asılılığına nümunədir. Davranış asılılığı insanın hər hansısa bir maddədən deyil, keçmişdə yaşadığı müsbət emosional təcrübəni yenidən yaşamaq istəyi və bu davranışa qarşı nəzarətin itirilməsi ilə xarakterizə olunur. Burada ən vacib məqamlardan biri ondan ibarətdir ki, insan artıq bunu zövq üçün yox, özünü məcbur hiss etdiyi üçün bu addımı atmalı olur və ola bilər ki, məsəl üçün biz artıq bu zaman davranışları insan idarə edir, amma bu zaman davranış bizi idarə etməyə başlayır. Stanford Universitetinin professoru, psixiatr Anna Lemke'nin çox gözəl bir ifadəsi var ki, telefon bizim cibimizdə yerləşən bir dopamin aparatına çevrilib. Hər dəfə biz telefonu aşağı çevirəndə yeni video ilə rastlaşırıq, yeni məlumat əldə edirik və yaxud da telefonumuza hər dəfə bir yeni bildiriş gələndə istər-istəməz bu bizdə maraq doğurur və biz növbəti dəfə bu addımı yenidən etməyə meyl edirik və bu istər-istəməz təkrarlanır, təkrarlanan davranışa çevrilir. Dəfələrlə olub ki, deyirik ki, 5 dəqiqə baxacağam, amma bir də ayılırıq ki, saatlarla telefon arxasındayıq. Bu videodan sonra digəri gəlir, sonra üçüncüsü. Bu insanda növbəti addımın nə olacağına dair maraq doğurur və mükafat sistemi nəticəsində dopamin dediyim kimi ifraz olunur. Telefon beynimizi qısa və çox sürətli informasiyalara öyrəşdirdiyi üçün artıq araşdırmalar göstərib ki, telefon istifadə müddət göstəricisi yüksək olan insanlarda diqqətin parçalanmasına səbəb ola bilir. Artıq diqqətini bir obyektə fokuslamaqda çətinlik çəkirsən və yaxud da normal fiziki fəaliyyətində bu sənə bir sıra maneələr törətməyə səbəb olur. Kitab oxumaqda çətinlik çəkir insan və yaxud da digər fəaliyyətlər. Nəticədə dərin düşünmək və analiz etmək, təhlil etmək bacarığı da daha aşağı səviyyədə olmuş olur.
Burada belə bir sual formalaşa bilər ki, bəs biz vərdişlə asılılığı bir-birindən necə ayırd edə bilərik? Çünki bunlar bir-birinə çox yaxın olan terminlərdir. Əgər insan istifadə müddətini azalda bilmirsə, istifadə etmədikdə özünü narahat hiss edirsə, işini və yaxud da dərsini buna görə təxirə salırsa və yaxud da yaxınları ilə, ailəsi ilə vaxt keçirmək əvəzinə bu kimi vasitələrə üstünlük verirsə və ən əsas məqamlardan biri də bilir ki, ona ziyandır, bunu itirdiyi vaxta görə peşmanlıq hissi keçirir, ancaq bunu dayandıra bilmirsə, biz bunu artıq asılılığın əlaməti olaraq adlandıra bilərik. Sosial medianın insana asılılıqdan əlavə də başqa ziyanları da var təbii ki. Biz sosial mediada insanların həyatının ən gözəl anlarına şahid oluruq. Nadir hallarda insanlar öz çətinliklərini, uğursuzluqlarını, hər hansısa bir ailə problemlərini paylaşırlar və bu da nəticədə biz özümüzün normal gündəlik həyatımızı digərlərinin ən ideal həyatı ilə müqayisə edirik. Özümüzdə narazılıq halına səbəb olur və istər-istəməz insan özünü öz dəyərlərindən şübhə etməyə başlayır. Sevindirici haldır ki, davranış asılılığının qarşısını almaq və ondan qurtulmaq mümkündür. Mütəxəssislər bunun üçün normal gündəlik həyatımızda istifadə edə biləcəyimiz bir sıra praktik məşğələlər tövsiyə edirlər. Ən sadə nümunəsi ondan ibarətdir ki, telefon bildirişlərini minimuma endirmək, yemək yeyən zaman və yaxud da axşam yatmamışdan öncə telefondan istifadə etməmək, telefonsuz vaxt keçirməyə insan özünü bir növ məcbur olmasa da bunu bir məşğələ kimi istifadə etməlidir. Ondan əlavə olaraq əgər davranış asılılığı insanın şəxsi həyatına və gündəlik peşəkar fəaliyyətinə təsir göstərirsə, bu zaman peşəkar psixoloqlardan dəstək alsalar çox yaxşı olar. Onlar bir sıra terapiya növləri ilə düşüncə və davranış üzərində işləyərək insanlara köməklik göstərirlər. Bununla yanaşı, bəlkə də ən vacib tövsiyələrdən biri özümüzə darıxmağa icazə verməkdir. Çünki beyin davamlı olaraq yeni stimulları qəbul etdikdə sabit və sakit qalmaq mexanizmini itirir. Halbuki insan sakit qalanda daha dərin düşüncəyə malik olur, daha yaradıcı olur və təhlil etmə bacarığı, eyni zamanda yaradıcılıq bacarığı daha yüksək səviyyədə ola bilir. Davranış asılılığının çox da danışılmayan, amma bir o qədər də aktual olan növlərindən biri də münasibət asılılığıdır. Münasibət asılılığı zamanı insan öz emosional vəziyyətini və diqqətini qarşı tərəfin başqa bir insanın davranışlarından asılı hala gətirməsidir. Və bu zaman əslində münasibət onlara zərər versə belə, onu bitirməkdə çətinlik çəkirlər. Çünki bu münasibəti bitirməyi həyatlarının sonu kimi qiymətləndirirlər. Qarşı tərəf zəng eləməyəndə, mesaj yazmadıqda və yaxud da hər hansısa bir diqqət göstərmədikdə bunu çox böyüdüb şişirdərək aktual bir problemə çevirirlər. Çünki artıq insan öz diqqətini, öz dəyərlərini qarşı tərəfin davranışından asılı hala gətirir. Burada münasibət asılılığında asılılıqla sevgi anlayışını bir-birindən ayırd eləmək vacib məqamlardan biridir. Münasibət asılılığında qeyd etdiyim kimi insan öz emosional vəziyyətini qarşı tərəfin davranışından qiymətləndirirsə, sevgidə bu belə deyil. Eyni zamanda münasibət asılılığında olan şəxsin öz fərdi maraqları, öz fərdi dəyərləri və qərar verməsi olmur. Sevgidə isə bunlar qorunub saxlanılır. Hər nə qədər də insanlar bir-birinə bağlı olsalar da münasibət zamanı, onlar bir-birinə ehtiyac duyduğu üçün yox, bir-birini şüurlu şəkildə qarşılıqlı olaraq seçdiyi üçün münasibəti davam etdirir.
Unutmaq olmaz ki, sevgi insanı azadlaşdırır, ancaq asılılıq isə insanı məhdudlaşdırır. Maddədən təkrar istifadə olunduqca insan beyni özünü qorumaq üçün buna adaptasiya olmağa başlayır. Ancaq ilk istifadədəki qədər olmur bu səviyyə. Çünki get-gedə bunun dərəcəsi artmağa başlayır. Biz buna tolerantlıq deyirik. Əvvəlki zövq dediyim kimi eyni səviyyədə olmur və insan bu zaman narahatlıq hissi keçirməyə başlayır. Yuxu rejimi pozulur, əsəbi və gərgin olur. Bədənin müxtəlif nahiyələrində fizioloji olaraq bədənin müxtəlif nahiyələrində ağrılar hiss etməyə başlayır və əvvəlcə bunu zövq üçün edirdisə, indi artıq bu əzablı vəziyyətdən qurtulmaq üçün maddədən istifadəyə başlayır. İnsanlar maddənin təsirində olan zaman onların gördüyü o rəngarənglik, dopaminin o yaratdığı rəngarənglik hissi normal həyatdakı hisslə üst-üstə düşmür. Yəni artıq bu maddədən istifadə etmədikdə həyat onlar üçün çox cansız, solğun, rəngsiz, boz bir şəkildə görünür. Bəlkə də çox gözəl bir gözəlliyi var, estetika var, ancaq onlar bunu görə bilmirlər. Ona görə də bu çətin vəziyyətdən qurtulmaq üçün yenidən maddəyə üz tuturlar. Asılılıq beynin qərar vermə hissəsinə olduqca çox böyük təsir göstərir. Beynin ön nahiyəsi adlandırdığımız prefrontal korteks bizim idarə mərkəzimizdir və maddə istifadəsi zamanı bunun fəaliyyəti get-gedə azalmağa başlayır. Ona görə də insanlar tənqidi düşünə bilmirlər, impulsiv nəzarət itmiş formada olur. Bunun əvəzində istək və impulsiv hərəkətlər beyin strukturlarında daha aktiv formada olur. Nəticədə insan maddənin ona zərər verdiyini bilsə belə, bunu artıq dayandıra bilmir. Beyindəki struktural dəyişikliklərdən əlavə olaraq eyni zamanda genetik faktorlar da öz sözünü deyir. Xüsusilə yeniyetməlik yaş dövründə başlanmış asılılıq daha uzun müddətli asılılıq riskini artırır. Çünki bu yaş dövrlərdə beyin hələ tam inkişaf etməyib və həmin insanların yenidən istifadəyə qayıtmaq riski daha yüksək olur. Araşdırmalar göstərir ki, travma ilə asılılıq arasında da güclü əlaqə mövcuddur. Əlbəttə ki, hər travma yaşamış insan asılılığa düçar olmur. Ancaq müəyyən emosional ağrılardan, müəyyən emosional yüklərdən qurtulmaq üçün insanlar bəzən hər hansısa bir alkoqol və yaxud da narkotik maddələrdən istifadə edə bilirlər. Nəticədə problem 1 idisə artıq 2-yə çevrilir. Həm travmanın yaşatdığı emosional yük, həm də insan artıq bir növ asılılığın qurbanına çevrilmiş olur. Ona görə də burada müalicə zamanı həm maddəni dayandırmaq lazımdır, amma bu ilə kifayətləndirmir. Çünki bunun kökü araşdırılmasa, psixoloji cəhətdən müalicə olunmasa insan relaps, yəni yenidən istifadəyə qayıda bilər. Tədqiqatlar apardığım müddətdə asılı olan şəxslərlə ünsiyyət zamanı diqqətimi cəlb edən xüsusi bir məqam ondan ibarət idi ki, onlar vəziyyətin bu səviyyəyə gəlib çıxacağını heç vaxt təsəvvür edə bilmirdilər. Dost çevrəsi, əyləncə, maraq üçün başladıqları bu addım onların çox dəhşətli bir vəziyyətə gətirib çıxmasına nəticələnir. Çünki ilk istifadədən sonra hər şey normal görünürdü. Onlar düşünürdülər ki, bunu istədikləri vaxt dayandıra biləcəklər. Lakin zaman keçdikcə istifadəyə dair nəzarət itirilir və istifadə müddəti artırılır. Bu artıq bir seçim yox, ehtiyaca çevrilir. Və eyni zamanda asılı olan şəxslərin ailəsi də bu vəziyyətdən çox əziyyət çəkirlər. Onlara
onların həmin şəxsə qarşı olan etibarı itmiş olur. Çünki burada yalan danışmaq, gizlətmək özünü göstərir və bir müddətdən sonra həm maddi cəhətdən, həm də mənəvi cəhətdən ailədaxili gərginlik yarana bilir. Beynin normal fəaliyyətinə qayıtması üçün vaxt tələb olunur. Məhz ona görə də asılılıq olduqca mürəkkəb və kompleks bir xroniki xəstəlik hesab olunur. İlk növbədə pasient öz problemini qəbul etməlidir. Daha sonra psixoloji, fizioloji və sosial cəhətdən kompleks formada qiymətləndirmə aparılır. Daha sonra detoksifikasiya onlara tətbiq olunur və psixoterapiya vasitəsilə gedişat, bu proses bu gedişatda tamamlanır. Təbii ki, dərman müalicəsinə də ehtiyac duyula bilər. Asılılıqda ən vacib məqamlardan biri ailə dəstəyidir və biz həmin şəxslərlə uzun müddətli müşahidə aparırıq remisiya dövründə. Müşahidə edirik ki, ailə və sosial dəstək onların sağalmağına daha çox təsir göstərir. Ona görə də düzgün peşəkar yardım, vaxtında müalicə insanın sağlam və məhsuldar həyata qayıtmasına və öz rifahını təmin etməsinə köməklik göstərə bilər.